Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur. İlkin mərhələdə yolun Quba şəhərinin mərkəzindən Amsar, 1-ci və 2-ci Nüqədi kəndlərindən keçən 11,5 kilometrlik hissəsində təmir tikinti işləri həyata keçirilir. İşlər Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi nəzarəti altında texnoloji ardıcılığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. 80-ci illərdə əsaslı şəkildə təmir olunan yolun uzun müddətli istismarı nəticəsində qabarmış və dağılmış hissələr yaranmışdı. Bundan başqa yolun çiyin hissələrinin demək olar ki, olmaması, yoldan keçən kommunikasiya xətlərinin bərbad vəziyyətdə olması vətəndaşların gediş-gəlişini, xüsusən payız-qış aylarında xeyli çətinləşdirirdi. Bütün bunlar nəzərə alınaraq yolun bərpa olunmasına başlanıldı. Bu Quba-Qonaqkənd yolunun bu vəziyyətə gətirilməsindən şəxsən Nüqədi cəmaatı, bu yoldan istifadə edən bütün insanlar öz minnətdarlıqlarını bildirirlər, razılıqlarını bildirirlər. Hamısı başa düşür ki, ölkə prezidentinin regionlara göstərdiyi qayğının nəticəsi olaraq rayon daxili yolların da təmiri, bərpası nəzərdən qaçmamışdır. Buna görə ölkə prezidentimizə minnətdarlığımızı bildiririk. Azərbaycanın sosial-iqtisadi inkişafı bugünkü gün hamımızı sevindirir. Ölkə prezidentimiz İlham Əliyevin nəinki respublikamızın mərkəzində, nəinki rayonlarda, hətta kənd yerlərində bu cür yolların çəkilişi, tikilişi bizi fərəhləndirir. Bax, gördüyümüz bu yol çox pis vəziyyətdə idi, çox bərbad bir vəziyyətdə idi. Bu yolu gedib gəlməkdə minik maşınları, insanlar çox çətinlik çəkirdilər. Hətta müəyyən hadisələr baş verirdi. Bugün bu yolun çəkilməsi bizi həddən artıq sevindirir. Təmir bərpa işləri zamanı yol əsasının yararsız quruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdirilib. 13-14 metr enində yeni yol yatağı salınıb. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikilib. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Yol boyu zəruri olan yerlərdə kommunikasiya xətləri yenilənib. Bəzi yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Bundan başqa mövcud su boruları və su keçidləri bərpa olunub. Giriş-çıxış hissələri təmizlənib, 7 yerdə isə əlavə olaraq yeni su boruları tikilib. Hazırda torpaq işləri yekunlaşdırılaraq yol boyu asfaltbeton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 2 qat olmaqla yolun 82 min kvadrat metr sahəsinin asfaltlanması nəzərdə tutulub. Bu işlərə paralel olaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün 1500 pagon metr uzunluğunda 2-3 metr enində yeni piyada səkiləri də tikilir, kənarlarına isə səki daşları düzülür. Əsaslı təmir işləri çərçivəsində yolun 4-cü kilometrliyində uzunluğu 57 metr və 7-ci kilometrliyində uzunluğu 101 metr olan 2 avtomobil körpüsünün təmiri də aparılıb. Hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri olmaqla körpülərin ümumi eni 8 metr təşkil edir. Körpülərdə piyada səkiləri və mühəccərlər də bərpa olunub. Söz gedən yolda təmir tikinti işlərinin qısa vaxt ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazım sayda qüvvə cəlb olunub. Qeyd edək ki, hazırda təmir bərpa işlərinin aparıldığı ərazi boyu təqribən 26 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsi mövcuddur. Nəticədə həm bu əhalinin gediş-gəlişi rahatlaşır, həm onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaranır, həm də söz gedən ərazidə turizm potensialı daha da artır.